землю. Və sən bu xeyirdalı torpaqlara görə vəd verdiyin üçün minnətdarıq sənərə. İsraili xeyirdalandır. И благословится Господь народ Израиля, Və живущий bütün там. İsraildə yaşayanlar və millətlər И xeyirdalı мы говорим мир olacaqlar. Иерусалиму, мир Израилю. Və Yerusəlimə, İsrailə sülh deyirik. Мы говорим, мир туда прибудет на Ближнем Востоке. Biz iqrar edirik ki, orada sülh И olsun. мы благословляем Ближний Восток. Və Ближний Восток. yaxın şərq, И yaxın şərqi Господь, пусть твоя воля, xeyirdalandırır. Господь, является на Ближнем Востоке. Qoy sənin xeyirdan yaxın В şərqdə каждой стране olsun. Ближнего Востока. Hər bir ölkədə, yaxın Твоя воля ölkədə. просто пусть наполняет Qoy эти страны. sənin xeyirdan dolsun. Ближний Восток. Yaxın şərqdə. Во имя Иисуса. İsa Məsih'in Спасибо за ismiyle. Израиль, Господь. Minnətdarıq sənə İsrailə görə Rəbb. Господь, мы поднимаем перед Тобой эти нужды. Sənin qarşına bu ehtiyacları qaldırırıq. Это нужды Твоего народа. Bu sənin millətinin, xalqının И Ты сказал, ehtiyaclarıdır. позовите ко мне, и я отвечу вам. Və Rəbb dedi ki, mənə gəlin və mən sizə Придите все утружденные и обремененные. bütün yüklü olanlar gəlsinlər И я дам вам мир и исцелю və mən вас. sizə sülh verəcəm və sizi Господь, şəfa мы edəcəm. провозглашаем. Biz bu günləri iqrar edirik. Твой шалом, Твой мир на каждого Sənin человека. şalomun, sənin sülhün hər bir insana, Твоя исцеляющая сила sənin şəfa verən gücün да касается этих людей. toxunsun bu insanlara. И пусть эти люди, Господь, Qoy bu insanlar Rəbb будут прикасаемы Твоим прикосновением. sənin toxunuşunu hiss etsinlər. И пусть огонь Духа Святого Və müqəddəs ruhun alovu сойдет на их жизни, onların həyatlarına gəlsin. зажгет всякую болезнь Bütün xəstəlikləri и все, что yandırsın не от Тебя, və Господь. səndən olmayan hər şeyi Мы yandırsın. благодарим Тебя, Biz Господь. minnətdarıq sənə Rəbb. Во имя İsa Иисуса. Məsih'in ismi ilə. Аминь. Amin. Аллилуйя. И Halleluya. весь народ да Və bütün возликует. xalq desin, Доброе утро, дорогая церковь. sabahın xeyir əziz məbəd. Доброе утро, дорогая церковь. Sabahın xeyir əziz məbəd. Доброе утро, молодежь. Sabahın xeyir gənclər. Доброе утро, молодежь. Sabahın xeyir gənclər. Доброе утро, молодежь. Sabahın xeyir gənclər. Спасибо, спасибо, Çox молодежь. sağ olun gənclər. Скажи, дай хай-фай 5 человек. 5 ver, yaxın 5 nəfərə Скажи, 5 что ver. ты такая красивая сегодня. Və Ты ona de ki, sən nə gözəlsən bugün. и молодец, что ты пришел на это место. Ki, halaldır ki, sən bu günləri bu məkana gəldin. Дай хай-фай тем, кому не давал. 5 ver, həmən insanlara kimlərə ki verməmisən. Ага. Хорошо, очень весело, очень радостно, атмосфера в этой Çox церкви. gözəl bir atmosfer var, sevindirici atmosfer var. Садитесь, присаживайтесь, пожалуйста, Və əyləşin zəhmət olmasa, в присутствии Божьем. Rəbbin hüzurunda. Да, спасибо за мой переводчик. Təşəkkür edirəm tərcüməyə görə. Благослови тебя Господь. Rəbb sənə xeyir da Спасибо. versin. Minnətdaram. Драгоценная церковь, дорогая церковь. Əziz məbəd, dəyərli məbəd. Как вы знаете, хотим напомнить вам, Bildiyiniz kimi sizə xəbərdarlıq etmək istəyirik. что с Yada 12 salmaq января istəyirik. по 1 февраля начинается пост Даниила. 12 yanvardan 1 fevrala qədər Daniel orucu başlayır. Аминь, спасибо за аминь. Amin. Təşəkkür edirəm hər kəsə. Аллилуйя, спасибо, пастор Игорь. Halleluya, Pastor Igor, təşəkkür edirik. Это особое время молитвы, Bu əsas bir vaxtdır ki, biz duada oluruq. смирения, смирения, Mütüf и поиска Божьей воли. И поиска və, Божьей воли. və Rəbbin axtarışında oluruq. Приглашаем каждого по мере сил Hər birinizi dəvət edirik imkan daxilində присоединиться к этому посту, ki, bu oruca qoşulasınız. ожидая обновления, Yeniliyi gözləməkdə, мудрости müdriklüyü, в Божьем действии нашей жизни. Rəbbin hərəkatında bizim Аминь, həyatımızda. спасибо за поддержку. Təşəkkür edirəm dəstəyə görə. Так что у Amin. нас с 12 января по 1 февраля 12 yanvardan 1 fevrala dək пост Даниила. Daniel orucu olacaq. И вы в чатах своих, наверное, увидели, что можно есть и как пост держим. Və siz öz qruplarınızda gördünüz ki, nə yemək olar, nə içmək olar Вы также можете обратиться к служителям bu müddət ərzində или və siz посмотреть на наши страницы церкви. xidmətçilərə müraciət edə bilərsiniz. Также, дорогая церковь, Həmçinin dəyərli məbəd 16 января, 16 yanvar скажите 16 января, 16 yanvar deyin во время поста,
oruc zamanı 19:00. 19:00-da Теперь скажите, что у нас 19:00? kim deyə bilər nə olacaq bizdə? Молитва. Dua olacaq. Добро пожаловать на вечернюю молитву. Axşam duasına hər birinizə xoş gəldiniz deyirəm. Добро пожаловать Xoş в gəldiniz это deyirəm. особенное время. Bu xüsusi bir zamanda. Дорогая церковь, Əziz məbəd. с 23 по 25 января 23-25 yanvar у aralığında нас пройдут семинары о домашних группах. bizim seminarımız olacaq ailə qruplarına aid. И это будет с участием Кирилла Семилетова. Və bu seminarı Kiril Семилетов, aparacaq. который один из пасторов Церкви Слова Жизни Москва. Hansı ki Moskvadakı olan Həyat Sözü məbədlərin pastorlarından biridir. Районный пастор и также ответственен за домашние группы. Həmçinin ev özəylərinə görə cavabdehdir. И он приедет делиться с нами об этом в Ve o домашних группах. ev qrupları barəsində kəlam bölüşməyə gələcək bizimlə. 23 и 24 января 23 və 24 yanvarda 17:30 17:30-da мы ждем вас здесь. biz hər birinizi burada gözləyirik. 25 января 25 yanvar isə в 11:00 11:00-da будет как бы общее богослужение. ümumi toplantı olacaq. Приглашаем всех, Hər kəsi dəvət edirik. кому важно развитие и укрепление домашних групп. Kimə ki ev özəyinin bərkidilməsi vacibdirsə. То есть семинар открытый семинар. Yəni seminar açıqdır. Ухо слышащее да слышит. Qulaq eşidirsə Глаз deməli видящий да yaxşıdır. видит. И Göz записывает. görür. Господь да благословит вас. Rəbb sizə xeyir-dua versin. 31 января 31 yanvar isə в 11:00 11:00-da состоится собрание золотого поколения. qızıl nəslin toplantısı olacaq. Молодого поколения. Gənc nəslin. Это особое время общения, Bu əsas xüsusi bir zamandır. поддержки и духовного Söhbət назидания. üçün, dəstək üçün duada И с радостью приглашаем всех представителей золотого поколения. və bütün bu qızıl nəslin nümayəndələri dəvət edirik. И те, кто желает провести это время вместе в теплой атмосфере. Və bu isti atmosferdə kim ki vaxt keçirmək istəyirsə, onları da dəvət edirik. Будем рады видеть каждого из вас. Şad olaraq hər birinizi Мы görməyə. рады, особенно пастор Игорь рад Biz видеть каждого из əsasən вас своей супругой. şadıq. Pastor Igor şaddır. Они своей супругой очень любят вас. Пастор Юсей, Onlar мы все любим вас. Pastor Igor öz həyat yoldaşı ilə sizi çox sevir. Это очень прекрасное время. Bu çox gözəl bir vaxtdır. Когда я bываю там, я тоже бываю благословен. Mən də orada olanda çox xeyir-dua alıram. Спасибо, что вы всегда приглашаете, и двери открыты для нас. Çox sağ olun ki, siz bizim готовы dəvətimizi qəbul служить edirsiniz с вами, və с вами bizi вместе. qəbul edirsiniz. Мы готовы служить вам и с вами Biz вместе. sizə və sizinlə birlikdə xidmət etməyə hazırıq. И плавно мы переходим к пожертвованию. Və biz Пожертвование. iyanələrə keçirik. И на сердце недавно пришло мне такое слово. Və belə bir kəlam gəldi ürəyimə bu yaxınlarda. Есфирь, 4 глава, 14 стих. Есфирь. И в Б, то есть конец стиха. B hissəsi, yəni axırı, Новый русский перевод. yeni rus dilində tərcümə. И кто знает, не ради такого ли времени облеклась ты царским саном? Последнее, самое последнее. Kim bilir? Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan. Кто знает, Kim не ради ли bilir? такого времени ты достиг того, что ты достиг сегодня в своей жизни? Я говорю. И кто знает, Və kim bilir, не достиг ли я сегодня того, что я достиг для этого времени? bugünkü gündə mən nəyə çatmalıydımsa, çatmışamsa, То есть я достиг для этого определенного времени. müəyyən bir zaman üçün mən çatmışam И во все это время və bütün bu vaxt ərzində Господь вел меня Rəbb məni yönləndirirdi, и aparırdı благословлял меня və xeyir-dua verirdi. из славы в славу. Из славы в славу. İzzətdən izzətə. Недавно я услышал, буквально вчера, от одного служителя, молодого, совсем молодого парня. Dünən bir xidmətçi gənc oğlandan bir şey eşitdim mən. И когда он делился, он сказал, знаете, недавно у меня была трудность. Və o bölüşəndə dedi ki, mənim bir çətinliyim vardı. 3 месяца у меня не было работы. 3 ay mən işsiz idim И очень было сложно. və çox çətin idi. Но я молился и продолжал доверять Богу.
Amma mən dua edib Rəbbə güvənməyə davam edirdim. Я спросил брата, продолжал ты в это время, и продолжаешь ли ты сеять в Божий дом и вообще в Царство Божие? Və mən ondan soruşdum ki, sən Rəbbin evinə əkməyə davam edirsənmi? И он сказал, да. Və o dedi, bəli. Все это время я доверял Богу и проходил это время. Və o dedi ki, mən bütün bu zaman ərzində davam edirdim. И пастор Юсиф проповедовал о том, что это время, как пророческое слово, время, когда будет умножение. Və pastor Yusif keçən səfər kəlamla paylaşırdı ki, zaman gələcək ki, sən biçməyə başlayacaqsan. Итак, вчера он свидетельствовал, что у него работа за работой уже пошла у этого. Və o artıq şəhadət etməyə başladı ki, iş dalıca iş gəlməyə Слава başladı. Rəbbə izzət olsun. Молодой парень увидел, как Господь действует в его жизни. Və o görməyə başladı ki, Rəbb necə onun həyatında işləməyə başladı. Но во все эти 3 месяца он не сдался. Amma bu 3 ay ərzində o əllərini aşağı salmadı, təslim olmadı. В хорошем смысле этого слова горжусь. Bu sözün yaxşı mənasında Slava mən Bogu. fəxr edirəm. Rəbbə izzət olsun. И я думаю сегодня, Və bu gün mən düşünürəm ki, Господь в том состоянии или того, что мы достигли сегодня, və mən düşünürəm ki, Rəbb biz olduğumuz halda nəyə ki çatmışıq, как Исфир. Esfir kimi, Он сказал, ты достигла, и если ты в это время не будешь служить Богу и не сделаешь это, o dedi ki, sən Rəbbi dinlənməsən və əməl etməsən, то помощь может прийти с другой стороны. ona görə yardım başqa bir yerdən gələ bilər. Потому что ее как бы дядя, он знал, что есть обетование Авраама. Onun dayısı bilirdi ki, Avramın müjdəsi vardı. Но он говорит, не подготовлена ты для этого времени. Amma o dedi ki, sən hazırsanmı o zamana görə, Поэтому я верю, что o ты и vaxta я. görə. Ona görə mən düşünürəm ki, müqəddəs kəlam, И я говорю, Господь говорит ли это слово, но у меня было дерзновение сказать вам. amma bu kəlam var idi mənim ürəyimdə, amma Бог поднял cəsarətim тебя туда, куда поднял, чтобы сегодня ты Bilmirdim. служил Ему и своими финансами, и проповедовал Слово Божие. Бог поднял тебя туда, куда Rəbb поднял тебя сегодня, səni indi olduğun yerə qaldırıb чтобы ты служил Ему там своими финансами, ki, своей sən жизнью ona и всем, öz что есть у тебя. maddiyyatınla ona xidmət edəsən. Потому что Он говорит, что проповедуй, то есть зайди туда, если даже это ценой будет твоей жизни. Çünki Rəbb sənə deyir ki, daxil ora, əgər baxmayaraq ki, o sənin həyatın bahasına gələ bilər. И сегодня Господь поднял нас, чтобы мы сегодня Və bu günləri Rəbb bizi qaldırdı ki, biz bu günləri могли быть соучастниками в деле Божьем. biz Rəbbin işində əməkdaş ola bilərik. И сегодня Господь поднимает Və bu меня günləri дальше. Rəbb bizi qaldırmağa davam edir. И что ты хочешь, Господь, чтобы я делал сегодня? Və bu gün mən deyirəm ki, Rəbb, sən nə istəyirsən ki, mən edim? В чем я участвовал? Mən nədə iştirak edeyim? Потому что ты дал мне то, что ты дал. Çünki sən mənə verdiyin mənə bəsdir И artıq. я хочу быть благодарным. Və mən sənə minnətdar olmaq istəyirəm artıq. Тобою, Господь, это все. Səninlə başlayıb bu hər И şey. от Тебя это все. Və səndən gəlir bu hər şey. Силы, умения, Güc, баджарых, bacarıq, это все от Тебя. bu hər şey səndəndir. Давайте возьмем свои финансы. Gəlin öz maliyyələrimizi götürək. Господь, мы благодарим Тебя, Rəbb, biz minnətdarıq sənə что Ты привел нас на это место, и сегодня Ты дал бизнес, ki, bu günləri sən bizi müəyyən bir yerə gətirmisən və iş vermisən bizlərə, biznes Работу, vermisən, пенсию, pensiya зарплату, vermisən, maaş vermisən, служение. xidmət vermisən. Господь, Rəbb, да будет это все посвящено Тебе qoy bunların hamısı sənə в этой церкви, həsr olunsun. Bu Bu məbəddə, церкви. bu kilsədə, в этой стране. bu ölkədə И я подвязаюсь, Господь, və mən с bağlayıram пророческим словом, Peyğəmbərlik с Тобою sözü ilə действовать, Господь, верно идти ki, за Тобой. səninlə, sənə sadiqliklə davam edəcəm. Спасибо, Господь, Minnətdaram sənə, Rəbb, что Ты, Господь, ki, sən, Rəbb, избрал именно меня məhz məni seçdin служить, Господь, в этой церкви, ki, mən bu kilsədə xidmət edim, служить Тебе, Господь, sənə xidmət edim, всем тем, что есть у меня, bütün varlığımla, во имя Иисуса. İsa Məsihin ismi ilə. Ухо слышащее да слышит, Eşidən qulaq глаз eşidər, видящий да видит, görən göz görər да будет благословен от və Господа. Rəbbin xeyrdası olsun. Во имя İsa Иисуса. Məsihin ismi ilə. Сейте с радостью. Ürəklə Господь да əkin, благословит вас. sevinclə əkin. Rəbb xeyirda versin.
Драгоценные все, кто смотрит нас онлайн. Dəyərli bizi onlayn Мы izləyənlər, вас любим, драгоценные. biz sizi sevirik. Спасибо, что вы смотрите нас Çox sağ olun онлайн. ki, siz bizi onlayn Возможно, вы izləyirsiniz. хотели бы быть здесь. Ola bilər ki, siz bugün burada И olmalıydınız мы от всего сердца обнимаем вас и və biz любим вас. ürəkdən sizi qucaqlayıb öpürük И мы благословляем там, кто вы есть. və orada olan hər kəsi xeyirdolandırırıq. Спасибо за ваше даяние. Вы можете сеять Çox также. sağ olun ki, siz əkirsiniz, И вы həmçinin видите это на экранах. onlayn əkə bilərsiniz. Siz onu ekranda görəcəksiniz. Еще больше вы подключаетесь, чтобы слушать и питаться хлебом Божьим. Və daha çox qoşulun ki, Rəbbin qidasını yeyə biləsiniz. И благословит Господь вас там, где вы есть. Və sizin olduğunuz yerdə qoy Rəbb sizi xeyirdualandırsın. Мы рады вам здесь. Biz sizə həmişə burada şadıq. И давайте пригласим нашего дорогого Və gəlin пастора Игоря. əziz pastoru Давайте воздадим славу Богу, İqori dəvət поприветствуем. edək bura. O Дорогой kəlamla пастор Игорь, добро bölüşəcək. пожаловать. Buyurun. И у него есть что-то особенное, Бог положил в сердце пастора Игоря. Аллилуйя. Halleluja. Доброе утро. Sabahınız hayır. Сегодня воскресный день. Bugün pazar günüdür. Это говорит о том, что все приходят верующие в церковь. Bütün imanlılar, bu o deməkdir ki, bütün imanlılar məbədə gəlir. И, конечно, кафедра – это всегда особое место, Əlbəttə ki, bu xüsusi bir yerdir. где мы должны понимать, что это не просто проповеди, но есть присутствие. Biz başa düşməliyik ki, bu təkcə təbliğ deyil, bu həmçinin də hüzurdur. Это Божий мандат, Bu Rəbbin mandatıdır. чтобы пастор разговаривал с церковью. Pastorlar məbədlə danışmalıdır. Аминь. Amin. И всегда, если мы готовим свои сердца, Əgər biz ürəklərimizi hazır tutmuşuqsa, то это всегда будет нас касаться. bu hər zaman bizə toxunacaq deməkdir. И сейчас Новый год. İndi təzə ildir. Ты рад, что Новый год? Sən sevinirsənmi buna təzə ildəsən? Для меня Новый год – это как новый старт. Mənim üçün yeni il, yeni başlanğıcdır. Знаешь, мы как бы в старом году уже добежали до какого-то финиша. Köhnə ildə hər hansı bir məntəqəyə biz çatdıq. И знаешь, вот в Азербайджане эти гонки, да, проходят. Azərbaycanda bu yarışmalar olur. Они ездят, но им обязательно надо дозаправиться. Onlar sürürlər, amma onların yanacaq məntəqələrində И потом doldurmaq они lazım. опять срываются просто со старта. Və oradan yenidən başlayaraq sürürlər. И я думаю, для меня тоже такой же Новый год – это как новая возможность, Mənim üçün də yeni il, yeni imkanlar deməkdir. где мы ставим новые цели. Orada biz yeni məqsədlər qoyuruq. И весь этот год мы будем их достигать. Və bütün bu il başı biz bu yerlərə çatmağa çalışacağıq. И для меня важно, о чем я Mənim сегодня хочу üçün говорить. vacib şeydir. Mən bu haqda bugün danışmaq istəyirəm. Потому что не важно, что я ставлю цели. Çox mühüm də deyil ki, mən məqsəd qoymuşam. Хотя это правильно. Bu doğru bir şeydir. Но важно их достигнуть. Amma vacib odur ki, mən ora çatacağammı? И знаешь, что для этого надо? Bilirsinizmi, buna görə nə lazımdır? Тебе надо на первое место построить Бога. Sənə ilk öncə Tanrıya izzət vermək lazımdır. Построить жертвенник. Tanrı ilə qurbangah tikmək lazımdır. Потому что именно жертвенник – это место, где осуществляются мои мечты. Çünki qurbangah o yerdir ki, mənim arzularım reallaşır. Потому что мне нужно заплатить цену. Ona görə də mən qiymət ödəməliyəm. Согласись, жертва – это всегда цена. Bununla razılaş ki, qurbangah həmişə ödəniş deməkdir. Когда у меня есть место, где я встречаюсь с Богом, Mənim yerim olanda, o yerdə ki, mən Tanrı ilə görüşürəm, Бог будет обновлять меня всегда. Tanrı məni hər zaman yeniləşdirəcək Для того, чтобы я достиг этого. ki, mən o yerə gəlim çatım. Бог дает мне силу. Tanrı mənə güc verir. Бог меня поднимает. Tanrı məni qaldırır. Бог меня ведет вперед. Tanrı məni irəli aparır. Он мне помощник. O mənim köməkçimdir. Потому что первое, что Он хочет, Çünki ilk öncə onun istədiyi, чтобы то, что я запланировал,
Odur ki mən nəyi planlaşdırmışamsa чтобы я достиг. ona çatım. Любой отец, Hər bir cavab, если его rебенок kуда-то стремится, hər bir ata əgər onun uşağı harasa getmək istəyirsə, родитель всегда стоит rядом. valideyn hər zaman onun yanındadır. Он не может сделать за него что-то, O onun yerinə heç nə edə bilməz. но он может быть rядом, O onun yanında ola bilər amma. ободрять его, Onu ruhlandırmaq üçün, давать ему надежду, ona ümid vermək üçün, давать ему силу. ona güc vermək üçün. И тогда этот rебенок становится чемпионом. O zaman o uşaq çempion olacaq. Аминь. Amin. Спасибо большое. Çox sağ olun. Amin. Amin. Итак, только в Боге, Beləliklə, только в Боге Tanrıda, yalnız Tanrıda мы можем двигаться вперед. biz irəli gedə bilərik. Вера İman – это хорошо, çox yaxşıdır. но даже вера, она должна брать откуда-то начало. Həmçinin iman belə özünün başlanğıcını hardansa götürməlidir. И как ты думаешь, где это начало нашей веры? Siz necə düşünürsünüz? Bizim imanımızın başlanğıcı hardandır? Это у алтаря. Bu qurbangahdadır. Это sам Бог. O Tanrının özüdür. Мы жили уже без Бога. Biz Tanrısız çox yaşamışıq. Чего мы достигли? Biz nəyə nail olmuşuq? Чего мы достигли? Nəyə nail olmuşuq? Честно, Doğrusu, ничего. heç nəyə. Аминь. Amin. Но с Богом Amma Tanrı ilə на самом деле мы что-то достигаем. doğrudan da biz nəyə isə nail oluruq. Во-первых, мы достигаем Царства Божьего. İlk öncə biz Tanrı səltənəsinə nail olmuşuq. Потому что самое важное, Amma əsas vacib olan, конечно, iметь профессию. əlbəttə ki, bizim bir Конечно, иметь sənətimiz olmalıdır. хорошую работу. Yaxşı bir işimiz olmalıdır. Но послушай, эти цели, Amma qulaq asın, bu они məqsədlər, кратковременные. onlar bir qısa Но müddətlikdir. главная цель, Amma əsas məqsəd, я хочу быть на небесах. mən göylərdə olmaq Я istəyirəm. хочу не только быть на земле в присутствии Божьем, Mən təkcə Tanrı huzurunda, yer üzündə olmaq istəmirəm. но я также хочу быть, когда я умру, также находиться в присутствии Божьем. Öləndən sonra mən Tanrının huzurunda da Потому что olmaq Писание istəyirəm. говорит, что Ona görə də Кто-то yazı yeri deyir не ki, будет в присутствии Божьем. kimsə Tanrının huzurunda olmasa, Вот почему наша цель ona görə də – это bizim чтобы здесь məqsədimiz быть с Богом, burada da Tanrı ilə olmaq но и в вечной жизни və əbədiyyətdə də, быть также с Ним. eləcə də onunla birgə olmaq. Мы можем жить в этой жизни без чего-то, Biz bu həyatda bir şey olmadan yaşaya bilərik, но не можем жить без Бога. amma Tanrı olmadan yox. Почему? Niyə? Писание говорит, потому что мы вкусили, Yazı что deyir Господь ki, благ. yazı deyir ki, biz Tanrının yaxşılığının dadına baxmışıq. Вот почему мы приходим сюда на собрание. Ona görə də biz bu Вот toplantılara мы почему gəlirik. по утрам молимся Ona görə də biz səhərlər dua и edirik говорим, Бог, помоги мне, və deyirik ki, ya Rəbb bizə kömək et. дай мне прорыв, Mənə dəlib keçməyə güc ver. потому что мы знаем, что Бог благ. Ona görə ki, biz bilirik ki, Tanrı yaxşıdır. И знаешь, когда приходит Новый год, Bilirsinizmi, yeni il gələndə мы ставим цели, планируем будущее. gələcəyimizi planlaşdırırıq, məqsədlər qoyuruq. В принципе, это неплохо. Prinsipcə bu pis deyil. Но самое важное, чтобы в этом, во всем был сам Бог. Amma ən əsası odur ki, bütün bu şeylərin içində Tanrının özü olsun. Для чего нужен жертвенник или для чего нужен алтарь? Nəyə görə qurbangah lazımdır? Это место, O где я yer, всегда встречаюсь с Богом. o yerdir ki, hər zaman o yerdə sən Tanrı ilə görüşürsən. Аминь. Amin. И нам нужно это место. Və bizə bu yer lazımdır. Вот почему, в чем мы начинаем Новый год. Bax, ona görə də biz nədən başlayırıq yeni Потому что ilimizi? пастор говорил о многих вызовах, которые Бог бросил в нашу жизнь. Ona görə də pastor bizlə çoxlu çağırışlardan danışmışdı həyatımızda. Я помню, там первое было время возможностей. Mənim yadımdadır ki, ilk öncə orada deyilmişdi ki, o deməli imkanlar vaxtıdır. Хорошо это знать, Bunu bilmək yaxşıdır, но лучше туда войти. amma yaxşısı ora daxil olmaqdır. Аминь. Amin. Год движения, смелости. Hərəkət ili, cəsarət ili. Нам нужно войти, быть смелыми в чем-то в этом году. Biz bu ildə nədəsə cəsarətli olmalıyıq. Сердце без привязанности, он говорил.
bağlantısı olmayan ürəklə o demişdi bu barədə. Нам нужно сегодня себя убрать все компромиссы своей жизни. Biz bu il öz həyatımızdan bütün kompromisləri götürməliyik И поставить Бога на первое место. və Tanrını ilk yerə Потому что Он qoymalıyıq. есть откровение. Ona görə ki, odur vəhimiz, Он есть путь. odur bizim yolumuz, Он есть жизнь. o həyatımızdır. Аминь. Amin. Но знаешь, этот мир, Он зовет нас к себе. Bilirsənmi, bu həyat bizi özünə tərəf çağırır. Но Amma если у нас есть жертвенник, алтарь, bizim qurbangahımız varsa, мы не будем двигаться в ту сторону. biz o səmtə getməyəcəyik. Аминь. Amin. Мы будем драться с этим. Biz bununla mübarizə aparacağıq. Помните Якова? Yadınızdadırmı Yaqub? Непростая жизнь. Onun həyatı sadə değildi. Но было время, когда Бог его призывает, Amma zaman var idi ki, Tanrı onu çağırmışdı. как и каждого из вас. Hər birimiz kimi. Вы не просто здесь, на этом месте. Siz sadəcə bu yerə gəlməmisiniz. Было время, когда Бог позвал нас. Vaxt var idi ki, Tanrı bizi çağırmışdı. И такое же время было у Якова, Belə bir zaman da Yaqub üçün когда gəldi. Бог приходит в его жизнь. Onun həyatına Tanrı gəlir. И Яков, он видит там лестницу, Yaqub orada pillələr görür. которая вела наверх. Hansı ki o pillələr yuxarıya gedirdi. Это когда Бог призывает нас, Он показывает нам эту лестницу. Tanrı bizi də çağıranda bizə o pillələri göstərir. Когда ты ходишь с Богом, никогда ты не пойдешь вниз. Sən Tanrı ilə gəzərkən heç zaman aşağı yenməyəcəksən. Бог всегда будет тебя поднимать наверх. Tanrı hər zaman səni yuxarıya qaldıracaq. И когда Яков видел эту лестницу, Və Yaqub bu pillələri görərkən он проснулся утром, səhər yuxudan ayılır и он построил на том месте жертвенник. və o yerdə qurbangah tikir. И он сказал, я видел Господа. Və o deyir ki, mən Rəbbi görmüşəm И это есть план Божий və bu Tanrının planı для idi того, чтобы мы поднимались наверх, ki, biz yuxarıya qalxaq чтобы Бог проявлялся через нас. və Tanrı bizim vasitəmizlə özünü göstərə И bilsin. знаешь, в чем величие Бога для нас? Bilirsinizmi, Tanrıda nə var bizim üçün? Он приходит ко всем. O hər bir kəsin Не yanına мы gəlir. приходим к Нему. Biz onun yanına gəlmirik. Это Он первый пришел к нам. O ilk olaraq bizim yanımıza Он gəlmişdi. спустился с небес, O göylərdən yerə inmişdi одел человеческую плоть və bəşər paltarı и geyinmişdi отдал свою жизнь. və öz həyatını vermişdi. Это мог сделать только Бог. Bunu yalnız Rəbb eləyə bilər И это настоящее Его величие. və onun əsl möhtəşəmliyi budur. Вот почему Он всемогущий. Ona görə də o hər şeyə qadirdir. И Он хочет разговаривать со мной. O mənimlə söhbət eləmək В istəyir эти дни поста. və bu oruc günlərində Я советую тебе первое, это не только молиться за цели. mən sənə məsləhət görürəm ki, təkcə məqsədlərin üçün dua eləməyəsən, Молиться за планы. planlara görə. Но первое, приди к Нему самому. İlk öncə onun öz yanına gələsən. Первое, приди и поблагодари Его. Onun yanına gəl, ona təşəkkür elə. И скажи Ему, что ты мне нужен, Господь. Və ona de ki, sən mənə lazımsan, ya Rəbb. Все цели и планы, которые сегодня были объявлены, я не смогу туда войти сам. Bütün elan olunan planların, məqsədlərin yanına mən özüm öz başıma gedə bilmərəm. Мне нужна помощь Твоя, Господь. Mənim səndən kömək Я lazımdır. прошу быть рядом со мною. Mən xahiş edirəm, mənim yanımda dur. А если Ты будешь со мною, Əgər sən mənim yanımda olsan, я буду успешен, Господь. mən müvəffəq olacam, ya Rəbb. Помоги мне смирить свою плоть в этом году. Bu il mən öz cismimi mütləşdirim, mənə bunda Помоги kömək мне et. жертвовать сверх сил. Bütün gücümdən də çox cəsarətli olum. Не как я mог бы жертвовать. Mən özüm qurban gətirən kimi yox. Скажи, мы же скудные с тобой. Мы скудные с тобой. Ona de ki, Da. bizdə nəsə Ну, çatışmır честно, sənsiz. Kasıbıq biz sənsiz. Но когда мы приходим к Богу, Amma Tanrıya gələndə и Он рядом с нами, və o da bizim yanımızdadır. Он всегда говорит так, не бойся, O həmişə belə deyir, qorxma. давай, Gəl, давай больше времени, gəl daha artıq zamanını xərclə. давай служи.
xidmət elə. У меня не получится. Məndə alınmaz. У тебя не получится. Səndə alınmaz. Но я-то рядом. Amma mənsə Я sənin тебе yanındayam. помогу. Mən sənə kömək Я тебя edəcəm. поддержу. Mən səni Я tutacağam. тебя подтолкну. Mən səni qabağa itələyəcəm. Помните Гедеона? Gideon Гедеон. yadınızdadırmı? Писание говорит Yazı deyir ki, в судьях, что Бог приходит к нему. Bog приходит к Tanrı nему. onun yanına gəlir Да? Это его величие. Приходить. və bu gəlişdir. Аминь. Да? Вы здесь или нет? Я вас Buradasınız mı, потерял, yoxsa что ли, yox? Mən по sizi дороге. itirməmişəm ki. Да. И знаете, что Гедеон говорит? Bilirsinizmi Gideon nə Бог deyir? приходит к нему и не говорит: о, ты маленький здесь, O ты маленький здесь, deyir ki, несчастный. o belə demir ki, sən bədbəxtsən, balacasan burada. Он приходит к нему и говорит: O onun yanına gəlib deyir, встань, муж сильный. güclü kişi ayağa qalx. Как он к нам приходит, да? O bizim yanımıza belə gəlir. Мы там слабые, все не Biz получается. zəifik, nəysə alınmır. Но послушай, если мы его ищем Amma qulaq asın, əgər biz onu axtarırıqsa и слышим, və onu eşidiriksə, он нас поднимает. o bizi qaldırır. И знаете, что первое, что он говорит Гедеону? Bilirsizmi ilk öncə o Gideona nə deyir? Он не говорит ему о целях, о планах. O ona planları barədə danışır. Он говорит ему: O иди, danışmır. иди построй жертвенник. O ona deyir ki, get qurbangah tik. Иди построй жертвенник. O deyir ki, get И qurbangah с tik. той силой, которая у тебя, Və o güc ki səndə var, ты победишь амаликитян. sən Amaliklilərə qalib gələcəksən. Оказывается, все не во мне, а в нем. Sən demə, heç nə məndə deyil, amma ondadır. Аминь. Вот почему, когда Гедеон строит жертвенник, O vaxt gələndə ki, o Gideon qurbangah tikirdi, он побеждает. o qələbə çalırdı. Потому что он разговаривает с Богом, говорит: ты знаешь, вот мне отцы мои рассказывали Bilirsinizmi, Allaha belə sözlər deyirdi. Mənim atalarım mənə belə şeylər о danışmışdı. всех чудесах Божьих, но почему их сегодня нету? Tanrı sənin möcüzələrin barəsində danışırdı. Bəs niyə indi belə şeylər yoxdur? Одна причина. Bir səbəb var bunda. Возможно, жертвенник разрушен. Bəlkə o qurbangah dağıdılıb, Возможно, нету этой встречи. bəlkə bu görüşlər artıq yoxdur. Иногда мы приходим к Богу, чтобы взять что-то у Него. Bəzən biz Tanrının yanına ondan nəsə almaq üçün gəlirik. А тогда Бог думает: а почему ты ничего не хочешь отдать? Onda Tanrı düşünür ki, sən niyə görə bir şey vermək istəmirsən? Отдай время свое, Öz vaxtını mənə ver. отдай финансы свои, Öz maddiyyatını mənə ver. отдай свою жизнь, положи ее на алтарь. Öz həyatını qoy qurbangahın Потому что önünə. ты уже не принадлежишь себе. Ona görə ki, sən artıq Я özünə məxsus купил deyilsən. тебя. Mən səni satın Я almışam. выкупил тебя Мен своей сәні- драгоценной кровью. Öz qiymətli qanımla И səni если ты satın хочешь, almışam. чтобы твоя жизнь была успешна сегодня, Əgər bugün sən öz həyatını uğurlu görmək istəyirsənsə, доверься мне. mənə etibar elə. Я знаю намерения о тебе. Mən sənin haqqında bütün Я знаю, что düşüncələri ты bilirəm. можешь и что не можешь. Mən bilirəm sən nəyi edə bilərsən, Я edə bilməzsən. знаю. Mən bilirəm. И если мы доверимся, Əgər biz ona etibar etsək, Он сделает свои чудеса. o öz möcüzələrini edəcək. Вы знаете, давайте Bilirsiniz mi? прочитаем Бытие Gəlin. 28, Yaradılış 28-i açaq. 11, 12, 13 стих. 11, 12, 13-cü ayələrdən oxuyaq. Знаешь, Богу нужно маленькое семя. Bilirsinizmi, Tanrıya bir balaca toxum lazımdır. Я вижу сегодня вот столько семян на этом месте. Mən də baxıram burada nə qədər toxumlar var И Бог хочет все это умножить. və Tanrı o toxumları çoxaltmaq Он хочет istəyir. сделать нас великими, O bizi möhtəşəm etmək сделать нас istəyir. царями, O bizi şahlar сделать нас etmək istəyir. влиятельными. Bizi təsirli etmək istəyir. Для того, чтобы мы Его отображали в этом мире. Ona görə etmək istəyir ki, biz onu bu dünyada Потому что когда göstərə мы сходим bilək. с Богом, мы никогда не можем сказать: это я. Əgər biz Tanrı ilə gediriksə, biz heç Мы vaxt никогда не сможем deməyəcəyik bu сказать, mənəm. что я самый лучший. Mən deyə bilmərəm Мы ki, mən никогда не ən сможем это yaxşıyam. сделать, потому что мы понимаем, кто мы были такие. Biz bunu heç vaxt eləməyəcəyik, ona görə ki, anlayırıq Потому ki, что когда мы biz kimik. приходим в Его присутствие, Çünki onun huzuruna мы gələndə на самом деле становимся детьми, biz özümüz uşaqlara çevrilirik. а Он становится нашим отцом. O isə bizim atamız olur. Аминь. Amin.
И здесь он говорит, и пришел Яков, он идет за невестой, и его отец говорит, бери только из своего рода. Və И по dороге он идет. onun atası onu göndərir hansısa qəbilədən gəlin götürməyə, gəlin almağa и потом там və написано, и bir пришел он yerdə o yorulur. на одно место и остался там ночевать, потому что зашло солнце. И взял один из камней того места и положил себе из-под головья и лег на том месте. Bir yerə çatıb orada gecələdi çünki günəş batmışdı. O torpaqdan bir daş götürüb başının altına qoydu və orada yatdı. 12 стих. И увидел во сне, вот лестница стоит на земле, вверх ее касается неба, и вот ангелы Божьи восходят и не сходят по ней. O yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatır. Allahın mələkləri onunla çıxıb düşürdülər. И 13 стих. И вот Господь стоит на ней и говорит, я Господь, Бог Авраама, отца твоего, и Бог Иакова, землю, на которой ты lежишь, я дам тебе и потомству твоему. Rəbb nərdivanın üstündə durub deyirdi. Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. Аминь. Amin. Он идет куда-то, O ora gedir. жениться хочет парень. O gənc oğlan evlənmək istəyir. И вы знаете, да, там всю историю, что, Белисов оказывается, на Олда. ночью ему вообще подложили другую, и он должен был работать на Лавана, по-моему, 14 лет. Orada baş verənləri siz bilirsiniz. Onun dayısı başqa adamla onu evləndirir. знаешь, 14 il orada çalışandan Бог sonra. приходит к нему раньше всего этого. Bilirsinizmi, Tanrı bütün bu şeylərdən lap əvvəl onun yanına И, в gəlmişdi. принципе, он его благословляет. Və ona xeyir duanı Он vermişdi. показывает его будущее. O ona onun gələcəyini Какое göstərmişdi. твое будущее? Sənin gələcəyin hansıdır? Написано, оно хорошее, да? Yazılıb ki, o yaxşı İlə gələcəkdir. Və yaxud yox. Да, ты веришь в это? Sən buna inanırsanmı? Да. Bəli. Вот почему ты в церкви. Ona görə də sən Вот почему məbəddəsən. ты спасся. Ona görə də sən От чего xilasa ты gəlmisən. spasся? Sən nədən xilas Ты olmusan? знаешь, из чего? Знаешь, что такое камень под его головой? Bilirsinizmi, sən o daşın üstünə baş qoymaq nədir? Написано, он не было подушки, он положил камень. Onun o yastığı yox idi, Zasnul. orada daş var idi, orada yatmışdı И увидел Господа. və Rəbbi görür. И Господь говорит, я благословлю тебя. Və Rəbb ona deyir, mən sənə xeyir dua Я дам verəcəm. тебе эту землю, Mən bu torpağı sənə verəcəm. на которой ты lежишь. Oradakı sən yatmısan o torpağı. Знаешь, что такое камень? Bilirsinizmi, daş nə deməkdir? Это вот его неуспешная жизнь. Daş onun o uğursuz Камень – həyatı idi. это его обстоятельства. Обстоятельства его. O daş onun o vəziyyəti idi. Это проблемы его. Onun problemləri Это idi. неудачи его. Onun uğursuzluqları idi. Но знаешь, из этого он видит Господа. Və bütün bu şeylərlə birgə У o него Tanrını появляется görür. надежда. Onun ümidləri yaranır. Бог со мной. Tanrı onunla idi. Не все еще потеряно. Hər şey hələ itməmişdi. Если Бог со мной, кто может быть против меня? Əgər Tanrı mənimlədirsə, kim mənə qarşı ola bilər? И он ему обещает. Və ona söz verir. Это не человек. Bu insan deyildi. Мы иногда обещаем, не делаем. Bəzən biz söz veririk, amma etmirik. Если ты учишься в библейской школе, Э, если sən- нет, я тебя приглашаю в следующем году. Bibliya məktəbində oxuyursansa, əgər oxumursansa, mən səni artıq gələn il üçün dəvət edirəm. И там мы учим, что Бог не может lгать. Və orada biz deyirik ki, Tanrı yalan danışa bilmir. Мы не можем сомневаться в слове, которое дает нам Бог. Tanrının bizə verdiyi sözə biz şübhə edə bilmirik. Написано, он не человек. Yazılıb ki, o insan deyil. И если он говорит, я решил тебя благословить, Əgər o deyirsə ki, mən sənə xeyir duanı qərarlaşdırmışam, ты можешь вот так сказать, аллилуйя! sən belə deyə bilərsən, Я aleluya, благословен! mən xeyir dualıyam. Может быть, ты сегодня еще не благословен. Bəlkə sən bugün hələ xeyir dualı Но deyilsən. смотри на эту лестницу, которая идет наверх. Bu pillələrə bax, hansı ki, Потому что göylərə это aparır. лестница, где Бог говорит,
Bu pillələr barəsində Я тебя Tanrı deyir веду ki, по этой o deyir лестнице. ki, bu pillələrlə mən Может səni быть, не yuxarı все aparacağam. сразу у тебя получается, Bəlkə hər an səndə hər şey но не alınmır. оставляй жертвенник, Amma не qurbangahı tərk оставляй eləmə. алтаря, Qurbangahı потому что tərk время eləmə. еще не Ona закончилось. görə ki, zaman hələ bitməyib. Поднимайся наверх. Göylərə qalx. Аминь. Amin. Я не знаю, как ты, я проповедую, да, из себе. Bilmirəm sən necə, mən yaxşı təbliğ eləyirəm. Итак, Beləliklə, посмотри сегодня на свой жертвенник. bugün öz qurbangahına bax. Продолжай его строить. Onu tikməyə davam elə. Какие бы ни были проблемы, какие бы ни были ситуации, Hansı problemlər, hansı vəziyyətlər olmasına baxmayaraq, возвращайся всегда к жертвеннику. hər zaman o qurbangaha qayıt. Аминь. Аминь. Продолжай его строить. Onu tikməyə davam elə. Потому что есть верующие, которые есть в церкви, но нету жертвенника. Çünki imanlılar var ki, onların qurbangahı yoxdur. То есть нету времени встречи с Ним. Onunla görüşə vaxtları yoxdur. Итак, жертвенник – это место, Beləliklə qurbangah o yerdir ki, где мы встречаемся с Богом. Tanrı ilə biz orada И görüşürük мы продолжаем двигаться дальше. və biz getməyə davam До eləyirik. тех пор, O vaxta qədər ki, пока мы не уйдем с этой земли. bu yer üzündən götürülənə qədər. Итак, что такое Beləliklə, жертвенник? nə deməkdir qurbangah? Жертвенник, Qurbangah, во-первых, это время, где я встречаюсь с Богом. o yerdir ki, ilk öncə mən Tanrı ilə orada görüşürəm. У меня должно быть место. Mənim bir yerim olmalıdır. Аминь. Знаешь, что важно в доме? Bilirsinizmi, evdə əsas yer hansıdır? В доме важен фундамент. Evin təməli vacibdir. Например, у меня есть дом. Məsələn, mənim evim var. Скажи, слава Богу. De, Rəbbə Если у izzət тебя olsun. нету, Əgər səndə yoxdursa, все впереди. hər şey qabaqdadır. И у меня два фундамента под домом. Mənim evimin altında 2 təməl var. Один фундамент – это 60 сантиметров. Bir təməl 60 Samый santimetrdir. O ən aşağıdakıdır. И второй фундамент, он 40 сантиметров. İkinci təməl isə 40 И потом santimetrdir. уже идут стены. Və ondan sonra o divarlar И başlayır. знаешь, что если вот фундамент будет в нижней разрушаться, Əgər bilirsinizmi, ən altdakı təməl o dağılarsa, то дом не устоит. o ev dayanmayacaq. Он начнет постепенно рушиться. O yavaş-yavaş dağılmağa başlayacaq. Это то, как в нашей жизни с жертвенником. Eləcə də bizim həyatımızın qurbangahında Нам никогда нельзя позволить, biz icazə verməməliyik ki, чтобы жертвенник был разрушен. o qurbangah dağılmış olsun. Потому что там я получаю все необходимое. Ona görə ki, orada mən hər bir vacib olan şeyləri alıram. Аминь. Помните Amin. Ноя? Yadınızdadırmı Nuh? Помните, весь мир погибает. Yadınızdadırmı bütün dünya ölürdü? Мы даже не можем это представить, но представляете, весь мир на то время, он просто погибает. Biz onu təsəvvürümüzə belə gətirə bilmirik, amma bütün dünya məhv olmağa И gedir. один Ной только остается вот в этом океане. Və bir Nuh bu boyda okeanda tək qalır. И знаете, проходит какое-то время, Və bilirsinizmi, bir neçə vaxt keçir, вода сходит, o su enir и Ной видит сушу. То есть он, və Nuh o qurunu görməyə başlayır. он посылает там голубя, O göyərçinləri göndərir и он ему приносит масличную ветвь. və o ona zeytun budağını gətirir. И там он понимает, все, есть суша. Və o anlayır ki, artıq qurular var. И когда Ной выходит на сушу, знаете, что он первое делает? Və bilirsinizmi, o quruya ayaq basan kimi ilk öncə nə edir? Давайте посмотрим. Gəlin baxaq. Бытие 8:20. Yaradılış 8:20-də. Вау. Вот мудрый парень. Ağıllı oğlandı. И устроил Ной жертвенник Господу, и взял из всякого скота чистого, и из всех птиц, и принес во всесожжение на жертвеннике. Nuh Rəbbə bir qurbangah düzəltdi. O, hər cür pak heyvandan və pak quşdan götürüb, orada yandırma qurbanı təqdim etdi. Представляете, он только становится на землю. Və ilk ayağını basan gündən, Он моментально говорит, Господь, o andaca deyir, прими мою жертву. Ya Rəbb, mənim qurbanımı Я qəbul elə. благодарен, что ты спас меня. Mən təşəkkür eləyirəm ki, sən məni xilas etdin. Аминь. Amin. Вот почему первое, что в твоей жизни важно, это жертва. Və ona görə də Построй sənin həyatının altar. ilk işi qurbangah tikməkdir. Аминь. Amin. Второе, İkincisi,
жертвенник – это место всегда посвящения. Bu hər zaman deməli özünü həsr eləməkdir. Если у меня есть жертвенник, знаешь, что я тогда делаю всегда? Господь, вот я. Və bilirsinizmi, əgər mənim qurbangahım varsa, ilk öncə mən orada nə edirəm? Deyirəm, ya Rəbb, bax mən buradayam. Возьми меня. Məni götür. Я себя посвящаю Богу. Mən özümü həsr eləyirəm Tanrıya. Уже не я живу, ты живешь во мне. Artıq mən deyil, sən məndə yaşayırsan. Римлянам 12 глава 1 стих говорит, представьте тела ваши в жертву живую, благоугодную Богу. Romalılara 12 birinci ayədə deyilir ki, özünüzü razı salan bir qurban olaraq ona təqdim Для edin. разумного вашего служения. Sizin ağıllı ibadətiniz üçün. И если я разрушаю жертвенник, я не буду служить Богу. Əgər mən qurbangahı dağıdıramsa, mən Я Tanrıya больше xidmət буду угождать eləməyəcəm. себе, своей плоти. Mən daha çox özümə və öz cismimə Но если у меня есть жертвенник, vaxt sərf eləyəcəm. Əgər mənim Писание qurbangahım говорит, я буду yoxdursa, смирять свою плоть. o deyir ki, mən bədənimi müti Для edəcəm. чего мне ее смирять? Mən nə üçün onu müti Помните, как etməliyəm? я сказал, ну не поем котлету, ну не Ona поем görə də- котлету, Bax, kotlet yeməyəcəm. ну не поем, в Макдональдс не схожу, McDonald's-a daxil olmayacağam. еще что-то не куплю. Nələrisə almayacağam. Но если я, нужно было, ну какой-то вызов был, Əgər bir çağırış olsaydı belə, и я отдал свое время, mən öz я vaxtımı поехал verərdim. куда-то, Mən o harasa навестил gedərdim. больного человека, Xəstələrə baş поехал çəkərdim. в какой-то город на миссию. Haransı bir şəhərə misiyaya gedərdim. Писание говорит, я смирил свою плоть. O deməkdir ki, mən öz bədənimi, Это cismimi неудобно иногда müləşdirmişəm. для нас. Bəlkə bu çox Но vaxt если bizim üçün жертвенник rahat есть в моей olmur. жизни, Əgər mənim həyatımda qurbangah varsa я выбираю первое, что хочет Бог. və mən Tanrının istədiyini seçirəm, Но я не выбираю первое, что хочу я. mən öz istədiyimi seçmirəm. Вот почему этот жертвенник должен гореть. Və ona görə də qurbangahdakı o qurban yanmalıdır. Итак, мы сказали, что, во-первых, жертвенник – это место, где я встречаюсь с Богом. Второе – это место посвящения. Biz ilk öncə dedik ki, mən deməli qurbangah qurmalıyam. Orada ikincisi isə orada özümü həsr etməliyəm. Матфея 6:33 говорит, прежде всего, Matta 6:33-də belə deyilir: Hər şeydən öncə ищите Царство Божие, Tanrının səltənətini axtarın. ищите правды Его, Onun həqiqətini axtarın. и остальное все приложится Və для вас. digər başqa şeylər əlavə olunaraq veriləcək. Прежде всего, Hər şeydən əvvəl Бог, как ты думаешь, Tanrı sən necə düşünürsən? когда я стою на молитве, Mən duaya gələndə я общаюсь с Ним, mən onunla ünsiyyətə girirəm. как ты думаешь, Господь, Sən necə düşünürsən ya Rəbb? мне нужна Твоя мудрость. Sənin müdriklüyün lazımdır mənə. Веди меня сейчас, Məni indi apar. говори со мной. Mənimlə danış. Ты не идол, ты говорящий Бог. Sən danışan Tanrısan. Идолы не разговаривают, лжебоги не разговаривают. Və bütlər danışmırlar. Но наш Бог говорит. Amma bizim Tanrımız danışır. Аминь. Вот Amin. почему, Ona görə də когда мы ставим Бога на первое место, Tanrını ilk yerə qoyanda во времени, zaman daxilində, в мыслях, düşüncədə, в характере, xəsiyyətdə, в семье, ailədə, в призвании, çağırışda, в доверии, etibarlılıqda послушай, Qulaq мы as. увидим чудеса. Мы увидим чудеса. biz onda möcüzə görəcəyik. Аллилуйя! Аллилуйя. Я не знаю, как ты, я так rad. Mən bilmirəm самом sən деле. necə, mən doğrudan da sevinirəm. Tretье, что делает жертвенник в нашей жизни, Həyatımızda qurbangah üçüncü nə edir? он всегда будет возвращать огонь. O hər zaman o alovu qaytaracaq. Или мы всегда будем гореть. Və yaxud da ki biz hər zaman alovlu olacağıq. Жертвенник – это когда ты что-то обещаешь Господу. Qurbangah o yerdir ki, sən nəyisə vəd eləyirsən Tanrıya. Писание говорит, что Я не задаю- позволяй, чтобы на жертвеннике не было огня. İcazə vermə ki, qurbangahındakı o alov olmasın. В Ветхом Завете Köhnə əhdə жертвы приносились круглосуточно. qurbanı bütün sutka ərzində gətirirdilər. Знаешь что? Жертва от нас, Bilirsinizmi, qurban bizim vasitəmizlədir, а огонь bizdəndir. от Него. Amma alov isə ondandır. Помните Илию? Yadınızdadırmı İlyas? Он принес жертву. O öz qurbanını gətirir. И пришел и сказал, народ,
Üste geldi deyir ki, xalq, Божий, Tanrı xalqı, давайте еще на жертву выльем всю воду, которая у нас есть. gəlin bizdə olan bütün suları o qurbangahın üstünə tökək. Послушайте, в Qulaq asın. стране уже 3 года нет воды, дождя. Ölkədə 3 ildir ki, artıq yağış da yox idi. Представьте, какая жертва была для них. Təsəvvürünüzə gətirin, onların qurbanı necə böyük Я idi. просто думаю, они вот стоят и говорят, Və düşünürəm ki, onlar belə deyirdilər. что он вообще говорит? O nə danışır? Да, мы думаем иногда так, да, на собрании Bəzən, там. bəzən Когда biz belə призывают düşünürük. куда-то что-то сделать, мы Bizi иногда думаем, çağıranda haraysa, nəysə etməyə, мы sразу раздваиваемся. o zaman biz iki yerə bölünürük. Что нам сейчас делать? Biz indi neyniyək? Нам надо будет выбрать все равно что-то. Biz nəyisə seçməliyik axır əvvəl. Я думаю, они стоят, думают, Onlar düşünürdülər ki, эта фляга есть здесь немного. biraz burada var. Потому что в Израиле они всегда должны были носить воду с собой. İsraildə çünki biraz su daşımaq lazımdı özündən. Но у меня и дома там еще чуть-чуть осталось. Amma evimdə də biraz su var. А если я вылью, я вообще дойду до дома. Mən əgər bu suyu bura töksəm, evə çata biləcəmmi? И все-таки народ идет и выливает воду на жертву. Və buna baxmayaraq xalq gedib o suların hamısını ora tökür. Без жертвы Hardakı qurban var idi. Бог не может приходить к нам. Qurban olmasa Tanrı gələ bilməz. Потому что жертва показывает наше доверие, Bu qurban bizim etibarlığımızı göstərir. что мы Тебе, Господь, больше доверяем, чем себе. Və indi sənə daha çox etibar eləyirik И когда yəni. они выливают эту воду, Və onlar o suyu ora tökərkən огонь от Него. və alov gəlir o yerə. Не может быть, Ola bilməz. чтобы Бог не ответил на жертву. Tanrı qurbana cavab verməsə ola bilməz. Бог никогда не обманывает. Tanrı heç vaxt aldatmır. Он есть истина. O Он həqiqətdir. есть да и аминь. O hə və amindir. Аминь. Amin. Вот почему жертвенник – это когда ты что-то обещаешь Богу. Və ona görə də qurban sən Tanrıya nə isə vəd eləyəndə olur. Пообещай в этом году что-то отдать Богу. Tanrıya nə isə vəd elə bugün ki, verəcəksən. Ты, возможно, запланировал что-то для себя. Bəlkə də sən özün üçün bir plan qurmuşdun. Это хорошо, Bu yaxşıdır, это неплохо. pis deyil. Но пообещай что-то и ему. Və onun üçün də bir şey vəd elə. Может куда-то поехать. Bəlkə harasa getmək lazımdır. Может приходить каждую пятницу на молитву. Bəlkə hər cümə günü Может bura быть- duaya gəlmək lazımdır. Научиться поститься в этом году. Bəlkə bu il oruç Может tutmağı быть, öyrənmək lazımdır. куда-то пойти служить. Harasa gedib xidmət eləmək lazımdır. Ну, послушай, что-то поговори. Bunu de, bir şeylə göstər И проси у него силы, və ondan da güc istə. благословения для того, чтобы ты это сделал. Xeyir dua istə ki, bu işi yerinə yetirə biləsən. Аминь. Аминь. Вот почему во всем важно твое участие. Hər bir şeydə sənin iştirakın çox vacibdir. Итак, может быть, этот год у тебя был... Давайте откроем Левитам 6:13. Levililərə 6:13-ü gəlin açaq. Написано, чтобы... Orada yazılıb ki, Если мы сейчас говорим, что алтарь – это то, что возвращает огонь в нашу жизнь. biz ondan danışırıq ki, qurban yeri alovu qaytarılan yerdir. Может, ты уже стал такой пассивный. Bəlkə biz biraz passiv olmuşuq. Может быть, ты говоришь, уже как-то церковь уже неинтересна. Bəlkə sən deyirsən ki, məbəddə Проповеди artıq какие-то стали maraqlı не те. deyil. Прославление уже не так поет. Eyni mövzulardır. Proslavleniya yaxşı oxumur. Ну, послушай, начни жертвовать. Ona görə də qurban verməyə başla. Огонь от него придет. Və ora alov qayıdacaq. Огонь непрестанно пусть горит на жертвеннике и не угасает. Qoy bu od qurbangahda daima yansın və sönməsin. Может, прошлый год он тебя утомил, Bəlkə keçən il səni yorub, может, разочаровал, bəlkə məyus olmusan, может быть, всю истощил. bəlkə sənin gücün qurtarıb. Тогда алтарь O zaman qurban yeri зовет тебя обратно, вернись ко мне. səni çağırır, deyir ki, gəl mənim yanıma. Аминь. Потому что там именно время обновления, Ona görə ki, oradadır məhz yenilənmə где yeri. Он возвратит твою радость, O sənə sevincini где qaytaracaq. возвратится твоя сила, Orada sənə güc где qaytarılacaq. сердце опять начинает гореть. Orada ürək başlayır yenidən yanmağa. Аминь. Amin. И тогда ты понимаешь, вау,
Orada sən anlayırsan, все изменилось. hər şey dəyişilir. Алтарь – это время с Богом, Qurbangah Tanrı ilə который keçən vaxtdır. всегда стоит Hansı ki, жертвы и послушания. həmişə qulaq asmağa və qurban gətirməyə dəyər. Можно просить Бога о пробуждении. Tanrıdan oyanış üçün xahiş eləmək olar. Кто хочет пробуждения? Kim istəyir oyanmaq? Небо видело это все. Göylər bunların hamısını gördü. Если ты говоришь о пробуждении, Əgər sən oyanışdan danışırsansa, тогда меняй свой образ жизни. öz həyat tərzini Мы dəyişməlisən. можем просить о пробуждении, но ничего не делать. Biz o oyanışı istəyə bilərik, amma bununla heç nə etməməkdə. Пробуждение придет, когда я начинаю туда двигаться. O zaman oyanış gələcək ki, sən Когда я hərəkətə начинаю keçəcəksən. проповедовать. Mən təbliğ eləməyə Когда я başlayacağam. евангелизирую в своем gороде. Və mən öz ölkəmdə, şəhərimdə Тогда церковь müjdədən начинает danışacağam. наполняться. O zaman məbəd dolmağa başlayacaq. Аминь. Amin. Можно хотеть огня, Alovu istəmək olar но не отдавать время для этого. və buna zaman ayırmamaq da olar. Если я не хожу, например, на молитвы, Məsələn, mən heç duaya если не gəlmirəm. молюсь дома, Mən evdə dua eləyirəm. как я загорюсь? Mən o zaman necə Я должен alovlanacağam? начинать это делать, а огонь от Него. Mən bunu etməliyəm. Alov isə ondan. Когда я беру Библию, начинаю читать ее, Mən Bibliyanı götürərək onu oxuyanda огонь от Него, Он приходит, Алло, Он ора открывает говорит. себя. o Когда özünü я начинаю açıqlayır orada. молиться за больных и возлагать руки на больных, Mən xəstələrə əllərimi qoyanda, dua огонь от eləyəndə Него. Они Алло, будут оннанdır. исцеляться, я увижу славу Божью. onlar şəfa alacaqlar və Если у mən меня финансы с Tanrının проблемами, izzətini görəcəm. но я никогда не жертвую, не верю в это, не отдаю десятины, откуда у меня будет огонь? Əgər mənim maliyyəm çatışmırsa və mən 10% vermirəm, iyanə vermirəmsə, hardan olacaq bu od, alov? Жертва от меня, Qurban məndəndir, а ответ от Него огонь. amma cavab isə, alov isə ondandır. Можно ожидать силы, Gücü gözləmək olar но не класть никогда на алтарь ничего. və qurbangaha heç nə qoymamaq da olar. Бог не отвечает на слова, Tanrı sözlərə cavab vermir. Бог отвечает на жертву. Tanrı qurbana cavab И verir. последнее, Və sonuncu, алтарь – это место, где qurbangah я изменяюсь. o yerdir ki, orada mən dəyişilirəm. Бог говорит, Tanrı danışır, Бог направляет, o mənə istiqamət verir, Бог меня исцеляет. o məni şəfalandırır. Не всегда Он меняет обстоятельства в моей жизни. O hər zaman mənim həyatımdakı vəziyyəti dəyişmir. Чаще всего Он меняет меня. Çox vaxt o mənim özümü dəyişir. А тогда обстоятельства начинают изменяться сами. Ondan sonra o vəziyyət özü И özünə иногда мы dəyişilməyə хотим, чтобы başlayır. изменились обстоятельства. Bəzən biz istəyirik ki, vəziyyətlər dəyişsin. Иногда люди приходят на консультацию и говорят, İnsanlar məsləhətə gəlirlər, belə все плохо, danışırlar. они против меня, тот против меня, этот против меня. Hər kəs mənə qarşıda, hər şey pisdir. Я говорю, ну, Mən вам надо deyirəm ki, поменяться. mən deyirəm ki, siz dəyişilməlisiniz. Но она хочет, чтобы поменялись все другие. Amma o istəyir ki, hər kəs dəyişilsin. Но чаще всего Бог меняет нас. Və çox vaxt Tanrı bizim özümüzü И dəyişir. тогда вот эти ветра, эти бури, они просто успокаиваются, куда-то исчезают. Və o zaman o bütün o fırtınalar harasa Почему? yox olur. Niyə? А потому что я просто послушал Бога. Ona görə ki, mən Tanrıya itaətdə oldum. Изменился. Dəyişildim И все эти шторма прекратились. və bütün bu fırtınalar hamısı yatır. Аминь. Аминь. Итак, Господь Beləliklə, сегодня Аминь. Давайте прославление пускай выйдет. Сегодня Бог нас приглашает bugün Tanrı bizi dəvət edir. не к обещаниям, Söz vermək üçün dəvət etmir. а я предлагаю сегодня вам посвятить себя. Mən sizə təklif eləyirəm bugün həsr olunasınız. Потому что если ты хочешь сегодня сказать на самом деле, Господь, будь первым в этом году для меня. Əgər sən doğrudan da demək istəyirsənsə ki, ya Rəbb, sən bu il mənim üçün ilk öncə ol. Я хочу тебе отдать Mən sənə, свое время, свое сердце, свои пути. mən öz vaxtımı, qəlbimi, yollarımı sənə vermək istəyirəm. Я хочу сегодня восстановить жертвенник в своей жизни. Mən öz həyatımda o qurbangahı bərpa eləmək istəyirəm.
Я тебе говорю, Бог это сделает. Mən sənə söz verirəm ki, Tanrı bunu edər. Я знаю, что вы жертвенные. Mən bilirəm ki, siz qurban verənlərsiniz. Я не говорю сегодня, что вы вообще ничего не делаете, Бога не любите. Я не об этом говорю. Mən bugün ondan danışmıram ki, siz ümumiyyətlə Tanrını sevmirsiniz, heç nə vermirsiniz. Я говорю, давайте проверим жертвенники. Mən ondan danışıram ki, gəlin yoxlayaq o Может, его qurbangahı. надо подремонтировать. Bəlkə o qurbangahı təmir eləmək Может, lazımdır. он уже зарос травой. Bəlkə orada artıq otlar bitməyə Он başlayıb. есть. O var. Но я туда уже не так часто прихожу. Amma o yerə mən çox tez-tez gəlmirəm. Если это так, Əgər belədirsə, давай сегодня установим этот жертвенник. gəlin o qurbangahı bugün bərpa eləyək. Наша жертва, Mənim qurban, а его огонь. mənim qurbanım onun alovu. Потому что это lестница наверх. Çünki pillələr yuxarı aparır. Мы можем его слышать из всех этих проблем и ситуаций. Biz onu eşidə bilərik И подниматься. və qalxa bilərik. Где эти уже вещи не будут нас доставать. Где эти вещи не будут нас доставать. Və o problemlər bizdə artıq o pillələri qalxarkən bizə əlləri çatmayacaq. Аминь. Amin. Я сегодня не дерусь с вещами, которые были, может быть, 10 lет назад. Bəlkə mən o şeylərlə mübarizə aparıram ki, onlar 10 il öncə də var idi. Некоторые вещи меня уже не достают. Bəzi şeylərin əli mənə çatmır. Аминь. Amin. Потому что Бог хочет, чтобы мы поднимались. Çünki Tanrı istəyir ki, biz yuxarı qalxaq. Давайте встанем. Gəlin ayağa qalxaq. Давайте одну песню споем. Gəlin bir mahnı Давай oxuyaq. одну песню споем. Давайте скажем все вместе. Gəlin hamı birgə desin. Господь, Ya Rəbb, я прихожу к Тебе mən sənin yanına gəlirəm и становлюсь у Твоего жертвенника. və sənin qurbangahını bərpa eləyirəm. Не с пустыми руками, Əli boş gəlməmişəm. но с тем, что для меня ценно. Mənə qiymətli olanla gəlmişəm. Я признаю,
Mən boynuma alıram. Иногда мой жертвенник был разрушен. Bəzən mənim qurbangahım dağılmış vəziyyətdə olur. Огонь угасал. Oradakı alov sönürdü. А суета занимала твое место. Boş-boş şeylər sənin yerini tuturdu. Господи, прости меня. Ya Rəbb, məni bağışla. Сегодня я снова восстанавливаю жертвенник. Bugün mən yenidən bərpa eləyirəm o qurbangahı. Я кладу на него все мои страхи, Mən ora bütün qorxularımı qoyuram. все свои планы, Bütün planlarımı, всю свою гордость, bütün təkəbbürümü, весь свой контроль. bütün nəzarətimi. Я отдаю тебе все, Mən sənə hər şeyi verirəm. что держал в руках слишком крепко. Məni özündə möhkəm saxlayan hər şeyi verirəm. Пусть твой огонь сойдет с неба. Qoy sənin alovun yensin, Огонь любви, məhəbbət alovun, огонь покаяния, tövbə alovun, огонь живой веры. diri iman alovun. Пусть жертвенник горит во мне Qoy o qurbangah məndə yansın, и в моей жизни mənim həyatımda yansın и не угасает. və sönməsin. Научи меня быть Məni öyrət ki, живой жертвой diri на qurban olum. каждый день. Hər gün. Пусть моя жизнь, Qoy mənim həyatım она опять будет благоуханием для этого мира. bu dünya üçün yaxşı bir qoxu versin. Как ты стала этой жертвой. Necə ki sən bu И qurban ты oldun. благоухаешь до сегодняшнего дня. Bu günə qədər də o qoxunu verirsən. Обнови меня сегодня. Məni yeniləndir ya Rəbb bugün. Я возвращаюсь tуда Mən ora qayıdıram. и благодарю тебя. Sənə minnətdarıq. Пускай это начнется с этих постов. Qoy bu orucda başlasın. Это 21 день, Bu 21 gün ərzində где я хотел бы встречаться с тобой oradakı mən səninlə görüşmək istəyirəm и верить, Господь. və inanmaq istəyirəm ya В Rəbb. каждом из этих пунктов Bütün bu bəndlərə помоги мне, Господь. mənə kömək elə. Я благодарю тебя. Sənə minnətdaram. Во имя Иисуса. İsa Məsihin ismi naminə И весь народ сказал və bütün xalq desin amin. аминь. Давайте воздадим славу Богу. Gəlin Rəbbə izzəti verək. Аминь. Если ты пришел сюда первый раз, Əgər sən bu yerə ilk dəfə gəlmisənsə и ты никогда не принимал Иисуса Христа в свою жизнь, və öz həyatına İsanı heç vaxt qəbul etməmisənsə, подними руку свою, мы хотели тебя öz увидеть. əlini qaldır və biz səni görmək istəyirik. Есть. Аминь. Аллилуйя. Аллилуйя. Здравствуйте. Salam. Мы так рады вас видеть. Biz sizi görməyə çox Как şadıq. вас зовут? Меня Игорь. Еще есть кто-то? Kimsə var bəlkə yenə? Еще есть кто-то? Kimsə varmı yenə? Вот сюда идите. Bura zəhmət olmasa keç. Аллилуйя. Есть еще? Halleluya. Сомневающиеся нету? Şübhə eləyən varmı? Господь любит вас. Rəbb sizi sevir. Писание говорит, Он умер за вас. Он умер за вас, Yazı deyir ki, o sənə görə ölüb чтобы дать вам жизнь. ki, sənə həyat versin. Вы не можете умереть за ваши грехи. Günahlarınıza görə ölə bilməzsiniz. Но Он пришел, чтобы умереть. Amma o gəlib ki, ölsün. Взять наш грех Bizim günahlarımızı götürsün, greh. sizin günahınızı и похоронить его. və o gömsün, yerə gömsün. Вот почему, когда мы сегодня помолимся с вами, Ona görə də sizinlə bugün dua edərkən все ваши грехи до этого момента və bu ana qədər olan bütün günahlarınız, Бог прощает. onları Tanrı bağışlayır. Но с этого дня Amma bugündən etibarən Он хочет, чтобы вы научились жить заново. o istəyir ki, siz yenidən yaşamağı öyrənəsiniz. Но надо построить жертвенник, Amma qurbangah tikmək lazım. приходить в церковь, Məbədə gəlmək, поменять друзей dostlarınızı dəyişmək и расти в нем. Расти в нем, və подниматься наверх. onda böyümək, yuxarı qalxmaq. Хотите это? Bunu istəyirsinizmi? Я буду говорить, Mən deyəcəm, она будет переводить. mən isə И вы будете за ней повторять вслух. o deyəcəyim, mən deyəcəm, sən mənim dalımca təkrar Но edəcəksən. говорите это Богу. Amma bu sözləri Tanrıya Он deyəcəksiniz. здесь. O burdadır. Давайте скажем так, Иисус, Gəlin belə deyək, İsa. Gəlin belə deyək, İsa. Siz deyin. İsa. я прихожу к Тебе. Mən sənin yanına gəlirəm.
Mən inanıram что ты умер за меня. ki, sən mənə görə ölmüsən. Я грешница. Mən günahkaram. И я принимаю этот дар сегодня. Mən bugün bu hədiyyəni qəbul edirəm. Твою жертву. Sənin qurbanını. Спасибо тебе, Иисус. Çox sağ ol İsa. Ты умер за меня. Sən mənə görə ölmüsən. Ты спас меня. Sən məni xilas etmisən. И ты дал мне сегодня эту новую жизнь. Sən mənə bugün bu yeni həyatı vermisən. Не оставляй меня. Məni tərk eləmə. Веди меня дальше. Məni yaşamağa davam elə. Спасибо тебе. Çox sağ ol. Аминь. Amin. Поздравляем вас. Sizi təbrik edirik. Это называется рождение, Bu новое рождение. yeni bir doğuluş adlanır. Вы родились сегодня Bugün от siz Господа. Tanrıdan doğuldunuz bugün. У вас есть мама, папа физически, Sizin fiziki ata-ananız var. а сегодня через эту молитву у вас появился духовный отец. Amma bugün bu dua vasitəsilə sizin ruhani atanız yarandı. И попозже вы поймете это. Və siz sonralar bunu Мы anlayacaqsınız. помолимся за вас. Biz sizin üçün dua Отец, eləyəcəyik. во имя Иисуса Ata Христа, İsa Məsih'in ismi мы прямо сейчас ilə indi разрушаем dağıdırıq все немощи, bütün zəiflikləri, болезни. xəstəlikləri. Мы молимся, Господь. Biz dua edirik Ты yəni. сказал, что спасется она, Sən demirsən ki, o xilas olacaq и пусть спасется весь ее дом. və onun ev əhli də xilas Мы olacaq. благодарим Тебя, Господь, Biz sənə minnətdarıq. что это семя в Твоих руках. Bu toxum sənin əllərində. Пусть оно rастет, Господь. Qoy böyüsün. Пусть оно влияет. Qoy o təsirli Пусть olsun. оно все изменяет Qoy hər şeyi özündə в dəyişsin. лучшую сторону. Ən yaxşı tərəflər. Пусть она будет спасением для своего рода. Qoy o xilas olsun, xilas olsun öz nəsli üçün. Спасибо Тебе за это прямо сейчас. Sənə deyirik elə indi. Аминь. Amin. Поздравляем вас. Там вот есть сестра и брат. Идите и потом возвращайтесь сюда. Аллилуйя, давай споем эту Halleluya. песню. Да? Gəlin bu mahnını oxuyaq. Я имею в виду, мы говорим об Амине просто. Чем тебе не восстать, ничто не достойно тебя. В сердце звучит только аллилуйя, аллилуйя. И буду тебе, прославлю тебя вновь и вновь. Все, что могу сказать, аллилуйя, аллилуйя. Чем тебе мне восстать, ничто не достойно тебя. В сердце звучит только аллилуйя, Слава Господу. Şükürlər olsun Rəbbə. Пастор Игорь, спасибо большое за это Təşəkkür слово. edirik kəlam üçün, Pastor Igor. За огонь нашей жизни Bu alov üçün bizim həyatda olan alova и на görə, наши жертвенники, то есть наши сердца. bizim ürəklərimizdə olan yaranan qurbangaha görə də И огонь təşəkkür надо edirik. постоянно как бы поддерживать, следить за ним, быть бодрствовать. Bu alovu diqqət etmək lazımdır ki, daimə yansın. А Бог Yüreğimizden. каждый день готов зажигать наши сердца. Господь готов каждый день зажигать Rəbb наши hər gün сердца. hazırdır ki, bizim ürəklərimizi alovlandırsın. И мы можем ходить в огне Божьем. Və biz И Rəbbin это alovunda доступно gəzəcəyik. народу Божьему. Və bu Rəbbin xalqına Давайте açıqdır. возликуем. Gəlin Rəbbə həmd Halleluya. edək. Aleluya. И сегодня я бы хотел бы, чтобы мы собрали второе пожертвование. Və bu как günləri делаем mən мы. istərdim ki, biz ikinci yəni toplayaq. Я верю, что очень скоро просто закроется всякий долг за здание. Və mən inanıram ki, çox yaxın bir zamanda bina üçün olan borc tamamilə bitəcək. Как до этого было на сердце, не для этого времени это здесь, чтобы просто быть в этом деле усердно. Necə ki, biz hər zaman Не для этого ты в том месте, где ты Да. есть, чтобы быть в этом деле усердием. yəni sən məhz bunun üçün burdasan ki,
əkində bizimlə bərabər olasan. Служить тем, что у тебя есть, Господу. Varlığınla Rəbbə xidmət edəsən deyə. Подвязаться в этом. Yəni buna sən imza atasan И эта история, это часть моей жизни со Христом. və bu İsa Məsihdə olan həyatımın bir Мы hissəsidir. мы tворим историю во Biz Христе. tarix yazırıq İsa Məsihdə bu günləri И burada для этого bərabər времени я olaraq. здесь, чтобы это делать. Və məhz bunun üçün mən buradayam ki, bunu Я не bərabər просто так edək. здесь. Mən elə belə burada deyiləm. Имею это все, что сегодня имею. Və bu günləri nəyim varsa mən Rəbbə И görə все мое, что во мне есть, принадлежит тебе, və Господь. məndə olan hər şey Rəbb sənə məxsusdur. Потому что я всецело хочу принадлежать Çünki тебе. mən bütövlüklə sənə məhsul olmaq Приди, istəyirəm. прими эту жертву, Господь. Və xahiş edirəm bu qurbanı qəbul et. Сойди этим огнем нашей жизни, Bu нашей alovla семьи. bizim həyatımıza, bizim ailələrimizə Мы sən хотим gəl. сеять и отдавать, Господь. Сеять и отдавать, Biz Господь, на istəyirik здание. əkək və verək bu bina üçün. Господь, спасибо за каждого даятеля. Hər bir verən üçün biz minnətdarıq sənə Rəbb. Спасибо, что они сеют усердно и благословлены этим. Çox sağ ol ki, Rəbb onları ürəklə əkirlər və Ты видишь sən bu каждое xeyirdanı даяние, verirsən. которое они приносят пред Тобою. Sən hər bir əkini görürsən Rəbb. Каждое обетование, оно настолько дорого Тебе. Hər bir əkin sənin üçün o qədər əzizdir ki, Бог, благослови, Господь, и я знаю, что Ты почтишь и почитаешь. Rəbb sən xeyir dolandırır və mən bilirəm ki, sən bunu qəbul И я edirsən. благодарю, что это как благоухание, Господь, Bu xoş qoxudur sənin üçün, которое Ты вдыхаешь, Господь. hansını ki sən bizə doldurursan И это радует Твое сердце. və bu səni şad edir. Спасибо, Господь, Minnətdarıq sənə Rəbb что Ты восполняешь всякую нужду ki, нашу sən hər bir ehtiyacımızı yerinə по yetirirsən богатству Своему öz zənginliyinlə. в славе Христом Иисусом. İsa Məsihin izzətində. Во имя Иисуса. İsa Məsihin ismi ilə. Спасибо, Господь, за это Rəbb здание. minnətdarım sənə. Благослови, Bu binaya Господь. görə. Господь, Minnətdarım. благослови, кто сейте с радостью. Sevinclə əkin. И вы также, кто смотрит нас онлайн, вы можете Və сеять bizi onlayn онлайн. izləyənlər onlayn da əkə bilərlər. И спасибо вам, что вы все это время сеете. Minnətdarıq ki sizə ki siz bu əkində bizimlə Бог благословит bərabərsiz. вас. Qoy Rəbb sizi də xeyirdalandırsın. Аминь. Amin. Давайте еще одну минуту возьмем. Bir dəqiqə də götürək zəhmət Вы нас olmasa. заметили, пастора Юсифа нету и Лалы, Bilirsiniz ki, Pastor Yusuf və Lalə xanım и yoxdur burada. они болеют. Və onlar xəstələniblər. Аминь. И я хотел, Аминь. чтобы мы помолились. Və mən çox istərdim ki, biz qısa olaraq onlara görə dua edək. Много может усиленная молитва праведника. Çox Много Чё- может усиленная молитва праведника. salih insanın duası çox şeyə qadirdir. Отец во имя Иисуса. Ya Rəbb, İsa Məsihin ismi Мы ilə поднимаем их прямо biz сейчас. onları sənin qarşına qaldırırıq bu yerdə. Благословляем их. Biz onlara xeyir-dua И veririk мы разрушаем болезни. və biz xəstəliyi qadağa edirik. Мы соглашаемся. Biz razılaşırıq И мы разрушаем дьявол твои планы. və и дела. biz şeytanın əməllərini dağıdırıq İsa Мы Məsihin благодарим ismi ilə. за исцеление. Biz minnətdarıq şəfa üçün. Кровь Иисуса на них. İsa Məsihin qanı onların üzərindədir. Спасибо тебе прямо сейчас Biz minnətdarıq eləcə bu an sənə за их исцеление. onların şəfasına görə. И весь народ Və bütün сказал, xalq desin, Amin. amin. Аминь. Halleluya. Спасибо, пастор Amin. Игорь. Teşekkür edirik Pastor Igor. Благословляем пастора Юсифа и скорейшего Xeyirdalandırıram. становления, он уже исцелен, они Pastor исцелены во имя Yusifi Иисуса. və onun Спасибо, yoldaşlarını. церковь. Onlar şəfa alıblar artıq. Давайте İqrar прославим edirik. Господа Gəlin Rəbbə izzət verək и с bərabər. радостью, с этим огнем в наших сердцах пойдем в свои дома. Və bu sevinclə ürəyimizdəki olan alovla evə dönək. Спасибо вам и Çox спасибо sağ группа olun və həm прославления. qrupuna təşəkkür Спасибо edirik. вам огромное. С Təşəkkür edirik. благословением давайте славить Xeyir-duayla Бога. gəlin.